Azərbaycanın tərəfdaş ölkəsi Böyük Britaniya Ermənistandakı səfiri John Gallagher'i Görüsə göndərib. Həmin gün Fransanın Ermənistandakı səfiri Olivier de Cotigny də eyni ərazidə olub. Britaniya səfirinin bu səfəri bir neçə aspektin ortaya çıxmasına zəruriyyət yaradıb. İlkin olaraq diplomatın Avropa İttifaqının müşahidə missiyası ilə görüşü narahatlıq yaradan məsələlərdəndir. Maraqlıdır ki, Böyük Britaniya artıq Avropa İttifaqının üzvü olmasa da, səfir təşkilatın Ermənistandakı müşahidə missiyası ilə görüşüb. Eyni zamanda Avropa İttifaqının Ermənistandakı missiyasının tərkibində Britaniyalı diplomatlar və hərbiçilər yoxdur. Ekspertlər deyirlər ki, bu Britaniyanın hələ də Cənubi Qafqazda Avropa İttifaqının mövcud fəaliyyətləri ilə maraqlandığını və öz istəkləri baxımından bu platformanı izlədiyini göstərir. Böyük Britaniyanın Avropa İttifaqını tərk etməsi bu ölkənin ittifaqla yolları birmənalı şəkildə ayırması mənasına gəlmir. Yəni Avropa İttifaqı ilə Böyük Britaniya arasında münasibətlər davam edir, hərbi sahədə, iqtisadi sahədə əməkdaşlıqlar davam edir. Sadəcə Böyük Britaniya Avropa İttifaqının bir parçası deyil. Bu baxımdan Avropa İttifaqı ilə Böyük Britaniya arasında əməkdaşlıq davam edir və Ermənistandakı mülki missiya ilə bağlı məsələlərdə Böyük Britaniyanın özünü göstərməsi həm bu ölkənin regional maraqları kontekstində diqqət çəkir, həm də Avropa İttifaqı ilə münasibətləri davam etdirməsi kontekstində diqqət çəkir. Digər tərəfdən bir sıra Ermənistan kütləvi informasiya vasitələri Gallagher'in mövcud proseslər fonunda səfərini Zəngəzur dəhlizinin açılmasının anonsu kimi dəyərləndirib. Ermənistanın baş naziri Nikol Paşinyan və Xarici İşlər naziri Ararat Mirziyanın dəhlizlə bağlı açıqlamalarından sonra Gallagher'in bölgəyə gəlməsi müxalif erməni siyasi dairələrində narahatlıq doğurub. Uzun illərdə Azərbaycanla müxtəlif sahələr üzrə dərin əməkdaşlıq əlaqələri olan Böyük Britaniyanın dəhlizin fəaliyyətində rol oynaya biləcəyi iddia edilib. Hesab edirəm ki, artıq Ermənistan dərk edir ki, Azərbaycanın irəli sürdüyü maddələri, təklifləri o addım-addım gec də olsa qəbul edir və Zəngəzur dəhlizinin açılması da məhz Ermənistan iqtisadiyyatına, Ermənistanın bütövlükdə deməli, gələcək inkişafına çox böyük önəm töhfə verəcək. Böyük Britaniyanın Azərbaycandakı səfirinin müşaviri və hərbi ataşesi aprelin 18-də digər səfirlər və hərbi ataşelərlə birgə Xankəndi və Şuşada olublar. Görünür, London İrəvandakı səfirini sərhədə yaxın əraziyə göndərməklə Azərbaycandakı diplomatlarının Xankəndiyə və Şuşaya səfəri ilə balans yaratmaq istəyib. Lakin Böyük Britaniyanın Ermənistandakı səfirinin səfər proqramı fərqli olub. London Bakı ilə enerji, ticarət və təhlükəsizlik sahəsində dərin əməkdaşlıq edir. Xüsusilə Azərbaycanın Avropaya enerji təchizatında strateji mövqeyi Londona Bakı ilə əməkdaşlıqdan imtina etməyə əsas vermir. Şərhçilər bildirirlər ki, belə səfərlər Britaniyanın bölgədə balanslı imicini qorumağa yönəlik ola bilər. Xüsusi olaraq altını çizərək qeyd etmək istəyirəm ki, Böyük Britaniya bu günlərdə də Azərbaycana hərbi ataşe təyin edib və bu istiqamətdə biz xatırlayırıq ki, Azərbaycan və Ermənistan arasındakı müharibədə davamlı olaraq Böyük Britaniya hər zaman Azərbaycanın yanında olub və bu məsələlərlə bağlı təxribat xarakterli hər hansısa bir adımın olacağını ümumiyyətlə düşünmürəm. Yəni bu heç məqsədə uyğun da deyil və ola bilsin ki, müəyyən addımlardan sonra bu ola bilər ki, Azərbaycan şərti sərhədlərinə aid deyil. Çünki Rusiya ilə də, İranla da sərhədlərin olması məsələsi var. Analitiklərin fikrincə, Böyük Britaniya rəsmisinin Görüsə səfəri bir neçə aspektdə təhlil oluna bilər. Lakin mövcud ssenarilər arasında önə çıxarılacaq məsələ Londonun vasitəçi və ya neytral müşahidəçi obrazında görünmək istəyidir. Britaniya hər iki tərəflə əlaqə saxlamaqla regional sabitlikdə pay sahibi olduğunu nümayiş etdirməyə çalışıb.